Hər kəsə salam. Gəlin dördbucaqlar haqqında danışaq. İlk öncə dördbucaqlı nədir? Dördbucaqlı dörd tərəf və dörd təpə nöqtəsi olan fiqura deyilir. Gəlin seçək. Məsələn, hər hansı bir dördbucaqlı. Bu olsun bir dördbucaqlı. Bu A nöqtəsi olsun. Bu B, bu C, bu da D. Burada bilirik ki, təpə nöqtələrimiz A, B, C, D, tərəflərimiz isə A, B, B, C, məsələn, CD, bir də AD tərəflərimiz var. Perimetrdə göründüyü kimi, məlum olduğu kimi, bütün bunların tərəflərinin cəminə bərabərdir. AB üzərinə gəlsin BC, üzərinə gəlsin CD, üzərinə gəlsin AD-yə bərabərdir. Burada daxili bucaqlar, məsələn, bura alfa olsun, bura beta, bura gamma, bura Z. Bunların daxili bucaqlarının cəmi, həm də ki, xarici bucaqların cəmi. Məsələn, xarici bucaqları deyək, alfa ştrix, beta ştrix, gamma ştrix, bir də Z ştrix. Bunların hamısının cəmi 360 dərəcəyə bərabərdir. Sonra biz dördbucaqlının tərəflərin orta nöqtələrini, yəni baxın, bundan bunu, bundan bunu. Bunları birləşdirdikdə, baxın, bu alınan fiqur paraleloqramdır. İndi keçək dördbucaqların növlərinə. Birincisi paraleloqramdan danışaq. Paraleloqram. Paraleloqram nədir? Qarşı tərəflər paralel olan fiqura, dördbucaqlıya paraleloqram deyilir. İndi gəlin seçək, hər hansı bir belə bir paraleloqramdır. Bura A, bura B, bura C, bura D. Bunun qarşı tərəfləri paraleldir. Nə deməkdir? AD BC-yə paraleldir. AB də CD-yə paraleldir. Həmçinin qarşı tərəflər bir-birinə bərabərdir. AD BC-yə, AB də CD-yə bərabərdir. Yəni, bura A-dırsa, burada A, bura B-dirsə, burada B. Perimetrdə tərəfləri cəmi olduğuna görə 2A üzərinə gəlsin 2B-dir. 2-ni ortaq çıxarsaq, A üzərinə gəlsin B də perimetri olmuş olur. Həmçinin burada qarşı bucaqlar, qarşı-qarşıya duran bucaqlar bir-birinə bərabərdir və bu oturacağı bitişik bucaqların cəmi 180. Yəni bucaq A ilə bucaq D, bucaq B ilə də bucaq C-nin cəmini bizə 180 dərəcə verir. Sonra paraleloqramın diaqonalları, diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Həmçində 4 bərabər sahəli bizə bucaqlar ayırır. Bu, məsələn, S1 də bərabərdir ümumi ABCD sahəsinin 4-ə nisbətinə. Sonra burada diaqonal münasibəti var. Diaqonal münasibətdə D1-in kvadratı üzərinə gəlsin D2-nin kvadratı bərabərdir 2 vuraq. A kvadrat üstə gələk B kvadratına. Sonra bir dənə yenə paraleloqram çəkək. Paraleloqramda bura məsələn A olsun, bura B tərəfi olsun. Kiçik tərəfə çəkən hündürlük daha böyük, böyük tərəfə çəkən hündürlük isə daha kiçik olmalıdır. Bura AHA, bura HA, burada HB, burada 90, burada 90. Burada da sahə düsturda əslində bu AHA, BHB-yə bərabərdir. Bu da ödənir paraleloqram üçün. Sonra gəlin keçsək romba. Romb. Romb seçək və danışaq. Bütün tərəfləri bərabər olan paraleloqrama romb deyilir. Yəni, bura A-dırsa, burada A, burada A, burada A. Da olsun A, D, B, C. Perimetri yenə tərəflər cəmli 4A. Burada bütün tərəflər bir-birinə bərabərdir. Həmçinin yenə qarşı-qarşıya duran bucaqlar, bunlar bir-birinə bərabərdir. Yenə oturacağı bitişik olanların cəmi, bunların cəmi 180-dir. Sonra bunun diaqonallarını çəkək. Bu bir diaqonalı, bu ikinci diaqonalı.
Bunlar perpendikulyar olur. Diagonallar perpendikulyardır və kəsişmə nöqtəsində yarıya bölünür. Həmçinin yenə bərabər sahəli üçbucaqlara ayrılır. Eynən paraleloqramdakı kimi ümumi sahənin 4-ə nisbətinə bərabərdir. Ondan sonra keçək rombun diagonallarına münasibətinə. D1 kvadratı üzərinə gəlsin D2 kvadratı 4A kvadratıdır. Sonra rombun daxilinə çevrət çəkmək olar. Səbəbi də odur ki, qarşı tərəflər cəmi 180-dir. Üzr istəyirəm, qarşı tərəflər cəmi bir-birinə bərabərdir. Bunu da çəkdik. Bu D1-dir. Bu da D2-dir. Burada münasibəti də buradan yazmışdım. Bir də ki, rombun daxilinə də çevrət çəkmək mümkündür. Çevrə. Burada yaxşı çəkilmir. Toxunmur, neysə. Fərz eləyək. Romba oxşamadı. Hardasa yəni belə bir şey olsun. Rombdur fərz eləyin ki. Bu da radiusdur və buradakı bu radius hündürlüyün yarısına bərabər olmuş olur. Bu da h olsun. Sonra keçək düzbucaqlıya. Düzbucaqlı. Seçək. Bütün bucaqları düz bucaq olan paraleloqrama biz düzbucaqlı deyəcəyik. Yəni bütün bucaqları 90 dərəcədir. 90. Biz buna deyəcəyik düzbucaqlı və bunu yazaq bir-bir. A, B, C, D. Bunların da qarşı tərəfləri bildiyiniz kimi bir-birinə bərabər. Yəni buradasa burada A, bura B-dirsə burada B. Perimetrdə tərəfləri cəmidir. 2-ni ortaq çıxarsaq A üstə gələk B. Bunun qarşı tərəfləri bərabərdir. Bütün bucaqlardır 90 dərəcədir. Sonra bunun diagonalları da bir-birinə bərabərdir və kəsişmə nöqtəsində bayaq dediklərimizdə də olduğu kimi yarıya bölünür. Yəni bunların hamısı bir-birinə bərabərdir. Yenə burada bərabər sahəli bucaqlar ayırır və bildiyiniz kimi ümumi sahəsinin 4-ə nisbətdir. Diagonalının kvadratı A kvadrat üstə gələk B kvadratıdır. Bunun xaricinə çevrət çəkmək olur, daxilinə olmur. Bu da diagonalın yarısına bərabər olur. Sonra keçək kvadrata. Kvadrat. Deməli, kvadrat nəyə deyilir? Bütün bucaqlar düz bucaq olan romba deyək. Romba paraleloqram deyilir. Romba kvadrat deyilir ya da paraleloqrama da deyə bilərik ki, kvadrat deyilir. İndi bir dənə kvadrat seçək. Bildiyiniz kimi kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. A. Perimetrdə tərəflər cəm olduğuna görə 4A olmuş olur. Bütün bucaqlar dedik ki 90 dərəcədir. Və yenə bunun da diagonallar bir-birinə bərabərdir və kəsişmə nöqtəsində nə varır? Yarıya bölünür. Yəni bunların hamısı bir-birinə bərabərdir. Yenə bərabər sahəli bucaqlar ayırır və həmişə olduğu kimi bir dənəsinin sahəsi ümumi sahənin 4-ə nisbətinə bərabərdir. Həmçinin bu kvadratın diagonalları onun bucaqlarının təm böləndir. Kvadratın diagonalı da tərəfin kökdə kimisinə bərabərdir. Kvadratın xaricinə də daxilinə də çevrət çəkmək olur. Xaricinə çəksək diagonalın yarısı, yəni A kökdə 2-nin yarısı olur. Daxilinə çəksək isə tərəfin yarısına bərabər olmuş olur. Bu dərslik, bu izahlıq bu qədər. Dördbucaqlar haqqında ümumi danışdıq və trapesiya haqqında da, trapesiya və çoxbucaqlar haqqında da növbəti video gələcəkdir.